ABŞ prezidenti Donald Trump Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib. Meyar.net xəbər verir ki, Trump bu barədə Truth Social-da yazıb. Trump qeyd edib ki, İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə dərhal məhv ediləcəklər. İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Trump, yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib. Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək. Dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu sürətli və amansızdır, ABŞ lideri vurğulayıb. Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək. ABŞ Mərkəzi Komandanlığı CENTCOM İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.